Salam uşaqlar. Bugün ikinci mövzunun izahına baxacağıq. İkinci mövzumuz maddə miqdarı Avogadro qanunu adlanır. Birinci danışırıq nisbi atom kütləsi anlayışından. Nisbi atom kütləsi nədir? Nisbi atom kütləsi AR hərfi ilə işarə olunur və bizə məsələlərdə hər bir elementin ayırını verir. Məsələn, ayır oksigen 16-ya bərabərdir. Ümumiyyətlə, ayır, yəni nisbi atom kütləsi, indi bunu atom dərsində daha geniş şəkildə keçəcəyik. Nisbi atom kütləsi proton və neytronun cəminə bərabər olmuş olur. Yəni, oksigen atomunun sıra nömrəsi 8-dir. Deməli, proton sayı da 8-dir. 8 neytronu var. Ayır olacaq neçə? 8 üzərinə gəlsin 8, 16. Deməli, oksigenin nisbi atom kütləsi 16-ya bərabərdir. Və yaxud fosfor 15-ci elementdir. Neytron sayı 16-dır. Deməli, nisbi atom kütləsi olacaq 15 üzərinə gəlinsin 16, 31. Deməli, fosforun nisbi atom kütləsi 31-ə bərabərdir. Nisbi atom kütləsinin vahidi yoxdur, yəni adsız kəmiyyətdir və hər bir elementin özünə məxsus nisbi atom kütləsi var. Yəni, elementlərin sıra nömrəsi fərqlidir, neytron sayıları fərqlidir, nisbi atom kütlələri də bir-birindən fərqlənir. Təbii ki, izotoplarda danışsaq, bir iki izotopların proton sayıları eyni olur. Nisbi molekul kütləsi anlayışı nədir? Nisbi molekul kütləsi də MR hərfi ilə işarə olunur. Bunun da nisbi atom kütləsi kimi vahidi yoxdur. Nisbi atom kütləsini tapanda biz nə etdik? Proton, neytronu topladıq. Nisbi molekul kütləsini tapanda birinci nisbi atom kütlələrini tapırıq, onun indeksinə vururuq və alınan cavabı toplayırıq. Məsələn, suda nisbi molekul kütləsini hesablamaq istəyirik. Birinci nisbi atom kütlələrini indekslərinə vururuq. Hidrogenin nisbi atom kütləsini vuracaq onun indeksinə, üzərinə gələcək nisbi atom kütləsini vuracaq onun indeksinə və cavabımızı toplayacaq. Eləyəcək 18. Və yaxud kalsium hidroksiddə nisbi molekul kütləsini tapmaq istəyirik. Kalsiumun nisbi atom kütləsi 40-a bərabərdir. Vuracam indeksinə, yəni 1-ə. Üzərinə gələcəm. Bu mötərizənin içərisindəkilər 2-yə vurulacaq, çünki sayı nə qədərdir? 2 dənədir. İndeksi nə qədərdir? 2. Deməli, 16-nı vuracam 2-yə, üzərinə gələcəm, 1-i vuracam 2-yə və alınan nəticəni toplayacam, cavabım eləyəcək 74. Və yaxud SO3-də tapmaq istəyirəm nisbi molekul kütləsini. Yenə eyni qaydada nisbi atom kütləsini vuracam indeksinə. Kükürdün nisbi atom kütləsi 32-yə bərabərdir. Vuracam indeksinə, üzərinə gələcəm, oksigenin nisbi atom kütləsini vuracam onun indeksinə. 32 üzərinə gəlsin 48, cavabımız edəcək 80. Nisbi molekul kütləsi də dedik ki, nədir? Vahidi yoxdur, adsız kəmiyyətdir. Kimyəvi formul nədir? Biz hər hansı bir maddənin tərkibini yazanda kimyəvi işarələrdən və indekslərdən istifadə edirik ki, bu cür şərti yazılışda adlanır kimyəvi formul. Məsələn, sulfat turşusu kimyəvi maddədir. Onun tərkibini biz kimyəvi işarələrlə, yəni elementləri biz müxtəlif kimyəvi işarələrlə ifadə edirik və indekslər vasitəsilə yazırıq kimyəvi formulunu. İndeks nədir? Bu aşağıda olan rəqəmlər adlanır indeks. Yəni, sağ aşağı küncdə yazılan rəqəmlər adlanır indeks. Kimyəvi formulda qarşıda yazılan ədəd isə adlanır əmsal. Əmsal və indeks bir olanda yazılmır, amma birdən böyük bütün rəqəmlər olduqda yazılır. İndeks kəsr ola bilməz, heç vaxt ancaq tam ədəd olmalıdır. Əmsal maddənin molekul və yaxud da mol sayını göstərir. İndeks də maddədə olan atomların sayını bildirir. Yəni, məsələn, 2 mol su nə deməkdir? 2 molekul su. Əmsal olacaq neçə? 2. Yəni, bu nə deməkdir? 2 molekul su və yaxud da 2 mol su. Burada indekslərin cəmini tapanda nə edəcəm? Atomların sayını toplayacam. Yəni, suda indekslərin cəmi neçə olacaq? 2 üzərinə gəlinsin 1. Yəni, 2 üzərinə gəlinsin 1. Olacaq 3. Deməli, su molekulunda atomların sayı olacaq 3. Atomların sayı nisbət edildikdə atomların sayını bir-birinə nisbətini tapırıq 2-1 nisbətində. Və yaxud ferium 2O3-də atom sayı nisbətini tapanda 2-nin 3-ə nisbətində olacaq. Yəni, indekslərinin nisbətini tapacam. Çünki indeks həm də nə deməkdir? Atomların sayı deməkdir. Kütlə payı nədir? Kütlə payı omega hərfi ilə işarə olunur. Omega bərabərdir ayır element bölünsün MR maddəyə bərabərdir. Deməli, və yaxud da biz necə tapa bilərik bunu? Ümumiyyətlə, kütlə payı dedik ki, nə ilə işarə olunur? Omega ilə və faizlə ifadə olunur. Mürəkkəb maddədə hər hansı bir elementin kütlə payını tapanda biz tənasüb quracağıq.
Buna görə biz ilk addım olaraq mürəkkəb maddənin nisbi molekul kütləsini tapacağıq. Məsələn, maqnezium SO4-dən birinci nisbi molekul kütləsini tapırıq. Maqneziumun nisbi atom kütləsini vuracam onun indeksinə, yəni 1-ə. Üzərinə gələcəm kükürdün nisbi atom kütləsini vuracam onun indeksinə, yəni yenə 1-ə. Üzərinə gələcəm oksigenin nisbi atom kütləsini vuracam onun indeksinə, yəni 4-ə. Bunları toplayacam, cavab edəcək 120. Deməli, maqnezium SO4-ün nisbi molekul kütləsi 120-yə bərabərdir. Tapdığımız bu 120, yəni nisbi molekul kütləsi 100% deməkdir. Bizdən soruşulan maqneziumdur. Maqnezium elementin kütlə payını soruşur. Maqneziumun nisbi molekul kütləsi nə idi? 24. 24-üm də x faizdir. Buradan x-i tapacağım. Edəcək neçə? 20%. X bərabərdir 20%. Və yaxud da düsturla da yaza bilərəm. Omega bərabərdir ayrı element. Elementimiz nədir? Maqnezium. Neçə idi? Nisbi atom kütləsi 24. Emer maddə. Maqnezium sulfatın emeri nə qədər oldu? 120. Və vuracam 100%-ə, cavab edəcək 20%. Yəni, hər iki üsulla da yazmaq olar. Və hər iki üsul da bizə doğru cavabı verəcək. Atomların sayı nisbəti dedik nədir? Hər bir atomun sayını tapırıq və aralarına nisbət işarəsi qoyuruq və yaxud da indeksləri tapıb nisbət işarəsini qoyuruq. Məsələn, suda nisbət olacaq 2-nin 1-ə, yəni indekslər nisbətini tapırıq. Sulfatda olacaq 2, 1, 4. 2-nin 1-in, onun da 4-ə nisbəti. H3PO4-ü 3, 1, 4 nisbətində. N2O3-də 2, 3 nisbətində. Və s. Yəni, atom sayı nisbəti deyəndə indekslərin nisbətini tapırıq. Bəs kütlə nisbəti deyəndə nə edirik? Kütlə nisbətini hesablayanda hər bir atom üçün ayrılıqda nisbi atom kütləsini tapırıq və ortaya nisbət işarəsini qoyuruq. Məsələn, suda nisbi molekul kütləsini, yəni hər bir atomun nisbi atom kütləsini tapırıq və araya nisbət işarəsini qoyacağıq. Bu olacaq bizim nə? Kütlə nisbətimiz. Məsələn, baxırıq suda kütlə nisbətinə. Hidrogenin nisbi atom kütləsini vuracam onun indeksinə, eləyəcək 2. Deməli, 2-nin. Oksigenin də nisbi atom kütləsini vuracam onun indeksinə, yəni 1-ə. 16. 2-nin 16-ya nisbəti ixtisar gedirsə, ixtisar aparırıq. 1-in 8-ə nisbətinə bərabər olmuş olur. H3PO4-də biz baxsaq, yenə burada hər bir elementin nisbi atom kütləsini vuracaq onun indeksinə, tapacaq nəyi? Molekul kütləsini. Yəni 3-ü vuracam 1-ə, üzərinə gələcəm 31-i vuracam 1-ə, üzərinə gələcəm 16-nı vuracam 4-ə. Eləyəcək nə? 3-ün 31-ə, onun da nəyə nisbəti? 64-ə nisbətinə. Ümumiyyətlə, bu cəm bizə nəyi verir? Nisbi molekul kütləsini, yəni emeri verir bizə. Və yaxud da dəm qazında biz tapsaq nəyi? Kütlə nisbətini tapsaq, yenə oksigenin nisbi atom kütləsi olacaq 16, karbonun nisbi atom kütləsi olacaq 12. 12-nin 16-ya nisbəti təbii ki, bunlar ixtisar gedir, qalır 3-ün 4-ə nisbətinə. Maddə kütləsinin saxlanması qanunu nədir? Kimyəvi tənlik nədir? Biz dedik ki, kimyəvi reaksiyalar formul, əmsal və işarələr vasitəsilə şərti şəkildə yazılır ki, biz buna kimyəvi tənlik deyəcəyik. Məsələn, alüminiumdan oksigen reaksiyaya girir, alüminium 3 oksid əmələ gəlir. Bu cür yazılış adlanacaq nə? Kimyəvi tənlik. Tənliyin deməli, sağ tərəfində, sol tərəfində olan kütlələrin cəmi bir-birinə bərabər olmalıdır və buradakı sağla sol tərəfdəki atomlarına sayın bərabərləşdirilməsi əmsallaşdırılma adlanır. Əmsallar ən kiçik tam ədəd olmalıdır. Məsələn, alüminiumdan oksigenin reaksiyasında biz baxırıq. Deməli, sağ tərəfdə alüminiumun sayına nə qədərdir? 2 vurulsun, 2 qədər. 4 dənə alüminium var. Nə qədər oksigen var? 2 vurulsun 3 qədər, yəni 6 dənə də oksigen var. İndi baxıram, təbii ki, burada indi necə yazırıq bunu? 6 oksigen atomu, atom şəklində yazırıq. Baxıram indi sol tərəfə 4 dənə alüminiumum var, 6 dənə də nəyim var? Oksigenim var. Deməli, yazılış düzgündür, əmsallaşdırma düzgün aparılır. Amonyakla oksigenin reaksiyasında amonyakın deməli, sayına baxıram 4. Sol tərəfdə baxıram 4, sağ tərəfdə də 4. Oksigenin sayına baxıram, burada 10-dur. Burada olacaq 4, üzərinə gəlinsin 6. Deməli, həqiqətən də sağ tərəflə sol tərəf bir-birinə bərabər olur. Maddə kütləsinin saxlanması qanunu nədir? Kimyəvi reaksiya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabər olmalıdır. Bu qanun Lomonosov tərəfindən kəşf edilmişdir. Reagent bərabərdir məhsul nə deməkdir? Reagent reaksiya daxil olan maddə deməkdir. Məhsul da reaksiyadan alınan maddə deməkdir. Məsələn, hidrogen sulfitlə oksigenin reaksiyasından SO2 və su alınır. Burada baxırıq, yenə biz hər bir maddənin nisbi molekul kütləsini hesablayırıq. H2S-in nisbi molekul kütləsini hesablayan zaman
Hidrogenin nisbi atom kütləsini vuracaq indeksini, üzərinə gələcək kükürdün indeksini vuracaq onun nisbi atom kütləsinə. Cavabımız edəcək nə? 34. Əmsalımız 2-dir. Nə deməkdir? Əmsalın 2 olması nə deməkdir? Yəni 2 dənə hidrogen sulfid. Yəni 2 dənə 34. Ona görə 34-ə vuracam 2-yə. Üzərinə gələcəm nəyi? Oksigeni. Oksigenin nisbi molekul kütləsini necə tapacam? Nisbi atom kütləsini vuracam onun indeksinə, yəni 32-yə. Əmsalım neçədir? 3-dür. 32-ni vuracam 3-ə. 3 bu nə deməkdir? Yəni 3 dənə oksigen molekulu deməkdir. Hərəsi də dedim nə qədərdir? 32-dir. 32, 32, 32. Yəni 32-ni vuracam 3-ə. Bu bərabər olmalıdır. Yəni sol tərəfdə kütlələrin cəmi bərabər olmalıdır sağ tərəfdəki kütlələrin cəminə. Yəni SO2-nin kütləsinə, nisbi molekul kütləsini hesablayıram. 32-nin üzərinə gələcəm 2 vurulsun 16-nı. Bunu da vuracam 2-yə. Nəyə görə? Çünki əmsalım 2-dir. Üzərinə gələcəm yenə suyun nisbi molekul kütləsini hesablayıram. 2 vurulsun 1 üzərinə gəlsin 16, bu eləcə 18. Əmsala vuracam 18 vurulsun 2. Deməli, həqiqətən də sağ tərəfdən sol tərəf bir-birinə bərabər olmuş olur. Maddə miqdarı nədir? Maddə miqdarının vahidi moldur və nü hərfi ilə işarə olunur. Maddədə olan hissəciklərin sayını ifadə etmək üçün biz istifadə edirik nədən? Maddə miqdarından istifadə edəcəyik. Maddə miqdarı deməli məsələlərdə müxtəlif düsturlardan istifadə etməklə tapılacaq. Əgər kütlə veribsə bizə nü bərabərdir m bölünsün böyük m düsturuna istifadə edilir. Burada kiçik m ümumi kütlədir. Məsələn, bizə deyir ki, 54 qram su neçə moldur? Burada kiçik m nəyə bərabərdir? 54 qrama. Böyük m nədir? Molyar kütlədir. Yəni bizə hansı maddəni verirsə onun molekul kütləsi və yaxud molyar kütləsi işarə olunur böyük m-lə. Məsələn, 54 qram su deyirsə suyun nisbi molekul kütləsini hesablayacağım. O da eləcə 2 vurulsun 1 üzərinə gəlsin 16, yəni 18-ə bərabər olmuş olacaq. Buradan da mol sayını tapanda kiçik m-i, yəni 54-ü böləcəm 18-ə eləcə 3 mol. Həcmə görə veribsə, nü bərabərdir V bölünsün VM və yaxud da V bölünsün 22,4 litr. Yəni, VM nəyə bərabərdir? 22,4 litrə bərabərdir. VM molyar həcm deməkdir. Biz bilirik ki, normal şəraitdə qazların 1 molu 22,4 litr həcm tutur. Ona görə VM-in yerinə nə yazacağıq? 22,4 litri yazacağıq. Məsələn, bizə deyir ki, 89,6 litr karbon dioksid neçə moldur? Burada düsturumuzu yerinə qoyacağıq. V-nin yerinə, yəni bizə verilən həcm nə qədərdir? 89,6. Qoyacam yerinə, VM-in də yerinə həmişə nə olacaq? 22,4. Tapacam cavabımı 4 mol. Molekul sayına görə versin. Məsələn, deyir ki, bu qədər sayda molekula olan sulfat turşusu neçə moldur? Burada istifadə edəcəm. Nü bərabərdir n bölünsün Na düsturundan. Na-nın yerinə həmişə yazacam 6,2 vurulsun 10 üstü 23. Bu Avogadro ədədi adlanır. Avogadro tərəfindən kəşf olunduğuna görə Avogadro sabiti və yaxud da Avogadro ədədi adlanır. Əgər bizə atom sayını versə, məsələn, deyir ki, bu sayda atomu olan SO2 neçə moldur? Burada Na-nı bir də nəyə vuracam? 1 mol maddədə olan atomların sayına vuracam. Yəni, SO2-də nə qədər atom var? 1 dənə kükürt, üzərinə gələcəm 2 dənə oksigen, yəni 3 atom var. Deməli, bu 6,2 nəyə vuracam? Həm də 3-ə vuracam. Molyar kütlə, molyar həcm Avogadro qanunu. Deməli, molyar kütlə dedik nədir? Maddənin 1 molunun qramlarla ifadə olunmuş ifadəsidir. Böyük M hərfi ilə işarə olunur. Vahidi qram bölünsün moldur. Amma biz demişdik ki, nisbi molekul kütləsinin vahidi yoxdur. Deməli, ondan fərqi budur ki, molyar kütlənin vahidi var, amma nisbi molekul kütləsinin vahidi yoxdur. Əgər maddənin kütləsi, molyar kütləsi qramlarla ifadə olunursa, ədədi qiymətcə molyar kütlə nisbi molekul kütləsinə bərabər olmuş olur. Qazların normal şəraitdə, yəni 1 molun tutduğu həcm molyar həcm adlanır. O da VM-lə işarə olunur ki, normal şəraitdə qazların 1 molu 22,4 litr həcm tutur. Avogadro qanununda isə deyilir ki, eyni şəraitdə müxtəlif qazların bərabər həcmlərində bərabər sayda molekul olur. Qazların sıxlığı nədir? Normal şəraitdə qazlarının sıxlığını hesablamaq üçün biz bilirik ki, rho bərabərdir m bölünsün və bizim sıxlığımızın düsturudur. Burada m kütlədir, v də həcmdir. Həcmin yerinə yazacağım nə? 22,4. Çünki dedik ki, qazların 1 molu normal şəraitdə 22,4 litr həcm tutur. Deməli, düsturumuz olacaq rho bərabərdir m bölünsün 22,4 və yaxud da vahidi olacaq qram bölünsün litr. Normal şəraitdə bir qazın digər qaza görə nisbi sıxlığını hesablayanda birinci qazın molyar kütləsini ikinci qazın molyar kütləsinə böləcəyik. Bu da hardan gəlir? Yəni, rho 1 bölünsün rho 2 bərabərdir. Rho 1-imizin düsturu nə olacaq? Böyük M bölünsün 22,4. Onu da böləcəm nəyə? Böyük bunu M1 ilə işarə eləyək, bunu da M2 ilə. 22,4. Burada 22,4-lər gedəcək, qalacaq nə? M1 bölünsün M2.
Deməli, qazların sıxlığına nisbətini tapanda bu düsturdan istifadə edəcəyik. Qaz qarışının orta molar kütləsini tapanda biz əgər müxtəlif kəmiyyətlər veribsə, müxtəlif düsturlardan istifadə edəcəyik. Mol veribsə, burada molar kütləni vuracam nəyə? Moluna. Böləcəm nəyə? Molların cəminə. Həcmə görə veribsə, vuracam həcmə. Böləcəm nəyə? Həcmlərin cəminə. Kütlə payına görə veribsə, vuracam molar kütlənin kütlə payına, böləcəm kütlə payının cəminə. Məsələn, deyək ki, 2 mol hidrogendən 3 mol oksigendən ibarət qaz qarışının orta molar kütləsini hesablayın. Ortamız bərabərdir nəyə? 2 mol, yəni birinci qazımızın molar kütləsini vuracam onun moluna. Hidrogenin molar kütləsini bizə verib 2-dir. 2-ni vuracam 2-yə, üzərinə gələcəm. Oksigenin molar kütləsini vuracam onun moluna. 3-ü vuracam 32-yə, böləcəm nəyə? Molların cəminə. Cavabım eləcək 20 qram bölünsün mol. Dərsimiz bu qədər.